Növbəti 5 ballıq sualımıza baxırıq. Bu da bizdə 25 nömrəli test tapışdı. Məsələmizin şərtində deyilir ki, Riyaziyyat müəllimi özünün sağ əlinin barmaqlarına şəkildəki kimi 0, 5, 3, 1 və 7 rəqəmlərini yazır. Baxın, riyaziyyat müəllimimiz nəlidir? Baxın, soldan sağa doğru barmaqlarına 0, 5, 3, 1 və 7 rəqəmlərini yazır. Və deyir ki, sol barmaqlarını birini bağlayır və şariklərə digər barmaqlarında yazılan rəqəmləri hər birindən bir dəfə istifadə etməklə yazıla bilən ən böyük və ən kiçik 4 rəqəmli natural ədədləri tapıb onları toplamağı tapşırır. Demək, müəllim uşaqlara nə tapşırır? Müəllim uşaqlara tapşırır ki, bir barmağını bağlayandan sonra daş baş barmağını bağladı, qaldı yerdə digər bu 4 barmaq. Bu 4 barmağın üzərində yazılan rəqəmlərlə düzələ bilən ən böyük 4 rəqəmli ədədi və ən kiçik 4 rəqəmli ədədi cəmliyi nəticəsini mənə deyil. Və hətta orada deyir ki, müəllim baş barmağını bağlayanda şahidlər bu iki ədədin cəmli 8888 olaraq tapırlar. Bu nə deməkdir? Baxın, gəlin baxaq görə həqiqətən müəllim deyib yanaşma ilə bu ədədi alacağıq biz. Baş barmağı bağlayanda 0 rəqəmi gedir, qalır 5, 3, 1, 7. 5, 3, 1, 7-dən əmələ gələn ən böyük 4 rəqəmli ədədim 7, 5, 3, 1-dir. Ən kiçik ədəd 1, 3, 5, 7. Elə bunun tərsi. Cəmiyyəndə 8, 8, 8 və 8. Bəli, doğrudur, yanaşma elə budur. İndi davam edik. Davamda deyir ki, buna görə müəllim hər hansısa bir barmağını bağlayanda şariklərini tapa biləcək ən böyük nəticə aşağıdakıdan hansı olacaq? Və variantlara baxıram ki, 8888 yoxdur variantda. Yəni variantların hamısı bundan yuxarıdır. Demək ki, 0, yəni baş barmağını bağlamaqla yerdə qalanlarla ən böyük 4 rəqəmli və ən kiçik 4 rəqəmli ədədləri cəmləyəndə aldığı 8888 mənim ən böyük ədədim deyil. Davam edir. Bunu təbii ki, yoxlayanda böyük əksər şagird bir-bir yoxlayır, barmaqları qatlayır və qalan rəqəmlərlə alına bilən ən böyük və ən kiçik 4 rəqəmli ədədləri toplayıb nəticəni təhlil edirlər. Təbii ki, doğru yanaşmadır. Sadəcə orada bir məqama diqqət edin. Baxın, bizim 4 barmaq qalır. Bu 4 barmağın birində mən qatlayanda həmin o yerdə qalanların cəmindən, yəni yerdə qalan rəqəmlərdən düzəlmiş ən böyük 4 rəqəmli və ən kiçik 4 rəqəmli ədədi cəmləyəndə ən böyük ədədi almalıyıq. Baxın, yazıram yoldaşlar, 4 halım üçündə bir şeyi əsas qeyd edəcəm. Nədir o qeyd eləmək istədik məsələn? Baxın, əgər biz bu ədədlə bu ədədi, biri ən böyük, biri ən kiçikdir, cəmləyib ən böyük ədəd almaq istəyirəmsə, burada bizim həm bu ədədimiz, həm də bu ədədimiz böyük olmalıdır, ən böyük olmalıdır, ən böyük. Baxın yoldaşlar, bu hansı halda mümkündür? Bazı, biz çalışıb burada 0-ı saxlamalıyıq. Baxın, indi mən bir dənə götürürəm bir barmağın üzərində nümunə aparıram. Məsələn, mən 5-i götürsəm, baxın, burada 5-i qeyd edirəm ki, yəni 5 rəqəmini istifadə edirəm. Yerdə qalır 3, 1, 7, 0. 3, 1, 7, 0. Təbii ki, mən çalışacağım ilk öncə ağlımda gələn 7-ni saxlayayım ki, 7-ni qabaq mərtəbə qoyub ədədimi böyüdə bilirəm. 7, 1, 3 və 0-dan, yəni mən 5-i götürdüm. 7, 1, 3, 0-dan əmələ gələn ən böyük mənim 4 rəqəmli ədədim 7310-dur. Lakin ən kiçik 4 rəqəmli ədədim. Burada 0 qabağa gələ bilmədiyinə görə, mən bu rəqəmlərdən birini yazacağım, avtomatik ədədim nisbətən böyüyəcək. Burada mən təbii ki 1 ilə başlayacağım, ən kiçik, sonra 0-ı qoyacağım, sonra 3-ü qoyacağım, sonra 7-ni qoyacağım. Baxın, bu zaman ancaq bu mərtəbəni təhlil eləmək bizə yetərlidir ki, bura hansı halda cəmən böyüdür. Burada 7 və 1 düşür. Yəni, bunu da belə yazmaya ehtiyac yoxdur. 5-i mən silirəmsə, yerdə qalır 3, 1, 7. Bunu ən böyük 7 ilə başlayacaq, ən kiçiyi 1 ilə başlayacaq. 7 ilə 1-in cəmi neçə eləyir? 8 eləyir. Fikir verirsiniz, bu 8 nə qədəsi olacaq? 8000 nə qədəsi. İndi baxın yoldaşlar, bir-bir elə işləməyə, hamısını 4 rəqəm kimi yazmaya. 3-ü götürəndə yerdə qalır 0, 5, 1, 7. Ən böyük ədədim 7 ilə başlayır. Ən kiçik ədədim yenə nə ilə başlayacaq? 1 ilə başlayacaq da 1057. Ən kiçiyim 1 ilə başlayır. Amma mənə məsləhətdir ki, həm kiçik ədədimin başlanğıcı böyük olsun, həm böyük ədədimin başlanğıcı, yəni birinci ədədi böyük olsun. Demək, bu doğru deyil. Biri saxlayıram, 7-yə baxıram. 7-ni götürsəm, 7-ni götürmək mənim üçün əlverişlidir. Çünki mən böyük ədədi 2 sıradan çıxardım. Amma yenə də baxaq, 1, 3, 5, 0-dan düzələn ən böyük ədədim 5 ilə başlayacaq. Ən kiçik ədədim 0-dan yox, 1 ilə başlayacaq, 1035. Demək ki, kiçik ədədim hər iki 1 ilə başlayır deyə. Amma mən 1-i götürsəm, yerdə qalan 0, 5, 3, 7 həm böyük ədədimi saxladım, həm kiçik ədəd yazanda qabağa qoyduğum 1-i çıxartdım aradan. O zaman ən böyük ədədim 7537, 7530,
Ən kiçiyə dedim də artıq 1 gəlməyəcək qabağa. Çünki məndə bu ikisinin cəmi böyük olmalıdır 2-nin. Bu zaman mən qabağa 3-ü qoyacağam. 3, sonra 0 təbii ki kiçikdən söhbət gedir. 3, 0 və 5, 7-də də ən kiçik olması üçün 5, 7 qoyuram. Olur 7, 8, 5 və 10. Bu məsələnin prinsipi odur ki, biz elə bir ədədlər saxlamalıyıq ki, tərsinə yəni ən kiçik yazanda da qabaq hissəyə düşəcək ədədim böyük olsun. Bizdə nə qədər ki biri saxlayırıq, kiçiyi yazanda qabaqda o biri istifadə edirik. Ona görə də o mənim əsas böyük mərtəbəmin cəmin sonuçda kiçiyidir. Amma biri götürəndə avtomatik qalanların içində ən kiçik 3 oldu deyə mən kiçik ədədi yazanda qabağa 3-ü istifadə elədim deyə ilk mərtəbənin cəmi avtomatik nə etmiş oldu? Böyümüş oldu və sonuçda nəticəmiz oldu 10.587 və baxırıq testimizə 10.587 yenə də doğru cavabımız olur B variantı.